Evimiz dört bir tərəfi abrusovka ilə işlənib. 2 mərtəbə, 1 mansard. Evimizin altında xudmani belə bir otaq var. Xudmani belə bir otaq var. Salon kimi, dərzixana kimi işlətmək olar. Geniş küçəmiz, evin garajına giriş. Garaja giriş. Küçəmiz geniş küçəmizdir. Evin girişi. Bir həyəti var. Həyəti var. Belə bir girişi. Girişdə sol tərəfdə komisyonu garajımız. Garaj. Birinci mərtəbənin sanuzeli. Birinci mərtəbədə sal studiya. Sal studiya. Yer istip oldu. Yer istip oldu. İkinci mərtəbəyə çıxışımız. Pləkan mərmərlə işlənib. İkinci mərtəbədə. İkinci mərtəbədə. Geniş bir işıqlı otağımız. İkinci mərtəbənin balkonuna çıxış. Geniş işıqlı bir otaq. Birinci yataq otağı. Birinci yataq otağı. İkinci mərtəbə. Geniş sanuzeli. İkinci yataq otağı. Və üçüncü yataq otağı. Hər otağın özünə ait pəncərəsi var. İşıqlı bir otaqlarda. Üçüncü mərtəbəyə çıxış. Üçüncü mərtəbə. Üçüncü mərtəbədə geniş bir mansard. Ərazi hamısı evlərdir. Geniş və hündür bir mansard. Geniş və hündür mansard. Balkona çıxışdı oradan. Mansardda bir dənə də belə xudmani bir otaq. Bütün mərmər olan yerlər istip oldu. Bu kadar. Allah Allah da hayır versin satana da.